Baku Open 2025'in açılış mərasimindəyik. Yarışda 17 ölkədən 700-dən çox şahmatçı iştirak edir. Turnirə start veriləcək. Təşəkkür edirəm. Aprelin 28-də Azərbaycan Şahmat Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi Baku Open 2025 Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib. Bakı Kristal Zalın sərgi mərkəzində keçirilən mərasimdə iştirak etmək üçün Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç, FIDE rəsmisi, 2 qat dünya çempionu, Ümumdünya Şahmat Olimpiyadasının qalibi Çu Çen, Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydın Bakıya gəliblər. Yarışın açılış mərasimində çıxış edən yerli Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov Azərbaycanın dünyada aparıcı şahmat ölkələrindən biri kimi tanındığını, şahmatçılarımızın bütün yaş kateqoriyalarında uğurlar əldə etdiyini deyib. Azərbaycanda şahmatın dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanıldığını deyən Mahir Məmmədov bildirib. Biz Azərbaycanda davamlı olaraq Open turnirlər silsiləsini elan etmişik. Həmin silsilənin adı Chess Tour Azərbaycandır. Baku Open hər il keçiriləcək Chess Tour Azərbaycanın ilk yarışı olacaq. Bu il ərzində şahmat üzrə 7 beynəlxalq yarışın keçiriləcəyini diqqətə çatdıran Gənclər və İdman naziri Fərid Qayıbov fikirlərini belə davam edib. Bu da bizi sevindirir. Çünki şahmat idman növündə çox aktiv fəaliyyət izləyirik. İldən ilə şahmatçıların uğurlu nəticələrinə şahid oluruq. Həmçinin ustaların sayı getdikcə artır. Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç beynəlxalq festivalın keçirilməsinin Azərbaycanda şahmatın inkişaf səviyyəsinin göstəricisi olduğunu vurğulayıb. Tədbirdə Türkiyə Şahmat Federasiyasının nümayəndəsi də iştirak edir. Azərbaycan və Türkiyə arasında qardaş münasibəti olduğu üçün onlar bir-birlərini şahmatın inkişafında da dəstək göstərirlər. Bu həm onların ölkələrində, həm də beynəlxalq müstəvidə şahmatın inkişafına töhfə verəcək deyə Dvorkoviç bildirib. Sonra Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov yarışın əsasnaməsi və qaydaları haqqında məlumat verib. Xatırladaq ki, festivalın ümumi mükafat fondu 55.000 Amerika Birləşmiş Ştatlarının dollarına bərabərdir. Yarışda 16 ölkədən 700-dən çox şahmatçı iştirak edir. Turnir çərçivəsində həm də veteran şahmatçılar arasında Azərbaycan çempionatı keçirilir. Aprelin 27-sində start götürən festival mayın 7-sinədək davam edəcək. İrana Novruzzadə, Kamran Pirəliyev, Gün TV.